Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala karşıdan gelen günlerinizi hayırlı mübaddə eylesin. İşlerinizi avand eylesin. İleride Qədir suresinin tərcüməsini sizə dedim. İndi də istəyirəm ki, Qul Huvallah suresinin tərcüməsini istədiyəm. Çünki namazların birinci rəkətində Qədir suresini də oxumaq olar. Qul Huvallah suresini də oxumaq olar. Amma bəyənilir ki, birinci rəkətdə Qədir suresini oxuyasın. İndi də Qul Huvallah suresinin tərcüməsini sizə deyirəm ki, namaz qılanda biləsiniz ki, Allah Teala'ya nə deyirsiniz. Bəzən namaz qılmayanlar özlərinə bəraət, yəni haqq qazandırmaq üçün deyirlər. Güya siz namaz qılırsınız, heç bilirsiniz ki, Allah Teala ilə nə danışırsınız. Əslində onların sözlərində bir növ həqiqət də var. Gərək insan kimlənsə danışırsa, bilək ki, bu insana nə deyir. Yəni, gərək bilək ki, Allah Teala ilə nə danışır. Elələrinin o növ sözləri olmasa, insanlar ayılmaz. Elə sözlərin də, yəni bizə xeyri var ki, belə sözlər bizi ayıldır. İndi isə Tövhid suresinin tərcüməsini deyirəm. Bismillahirrahmanirrahim. Bismillahın tərcüməsini irəlidə demişəm. Qul huvallahu ahad. Yəni, ey Peyğəmbər, de ki, Allah Teala yeganə olan Allah'dır. Yaxşı olar ki, Allah'da olan sifətləri də burada sizə deyim. Bunlara sıfat-ı sübutiyyə deyilir. Sıfat-ı sübutiyyə 8 dənədir. Yəni, birinci qadirdir, ikinci alimdir, üçüncü həy, yəni diridir, dördüncü müriddir, yəni iradə edəndir, yəni yaradandır, beşinci müdrikdir, yəni Allah Teala dərk edəndir, biləndir, lakin insan kimi his üzvlərinə möhtac deyil. Onun dərk etməsi zatındadır. Qədim və əzəlidir. Yəni, onun vücudu əzəli və əbədidir. Onun vücudu həmişə olub, var və həmişə də olacaqdır. Yəni, onun olmayan vaxtı olmayıb. Belə vücud tək Allah Teala'dadır. 7-ci mütəkəllim, yəni danışandır. Amma Allah'ın danışması ağız və dil ilə deyil. O cisim deyil, heç bir üzvü yoxdur. Allah danışığı xəlq edir, səs və kəlmə yaradır və bu səsləri müxtəlif cisimlərdən çıxardır. Məsələn, Musa əla nəbiyyünə və əleyhissalam ilə Tur-i Sina dağında Allah ilə danışanda bir zeytun ağacından səs Allah Teala çıxardardı. Bizim Peyğəmbərlə Miracda danışanda aralarında bir sanki pərdə var idi. Peyğəmbər sallallahu aleyhi və səlləm orada sadəcə Allah Teala'nın səsini eşidirdi. İnsan Allah'ı heç növ görə bilməz. Allah Teala Musa'nın qovminə 40 nəfər, onlar yəni 40 nəfər idi. Öz nurundan bir otun çınqısı misalında göstərdi. O 40 nəfər hamısı öldü. Fəqət Musa əleyhissalam bihuş oldu. Peyğəmbərlərdə bəzi xəbərlərə görə 70 insanın gücü, qüvvəsi olar. Ona görə də Musa əleyhissalam bihuş oldu. Musa əleyhissalam Allah'dan istədi ki, yəni Allah Teala onu sonra huşa gətirdi. Allah Teala'dan istədi ki, onları dirilsin. Allah Teala da onları təzədən diriltdi. Yəni bu söhbəti mən qısa sizə çatdırdım. Nə səbəbə diriltdi, necə oldu da bunları burada yeri deyil danışmaq. Yəni Allah Teala
sözler orada yaradırdı. Allah'a yalan nispət vermək olmaz. Onun yalan danışması məhaldır. Çünki yalan pis əməldir. Elə bil xariqul adə, kamil və ülvi bir vücuddan yalan və pis əməl baş verməz. Bir də var, Allahda olmayan sifətlər. Bu sifətlərə isə sifat-ı səlbiyyə deyilir. Bu sifətlər isə 7 dənədir. Birinci, mürəkkəb, yəni Allah Teala bir neçə şeyin qarışığından ibarət olan vücud deyil. Aləmdə olan bütün şeylər bir neçə maddədən əmələ gəlmişdir. İstər canlı olsun, istər cansız təbiət olsun. İkinci, cisim. Allah Teala cisim deyil. Yəni onun eni, uzunluğu, qalınlığı ölçülə bilən bir şey deyil. Maddi də deyil, cisim də deyil. Qısası bu mənəvi varlığı heç bir vəcih ilə duymaq mümkün deyil. Üçüncü, mər'i, yəni Allah Teala görünən bir şey deyil. Dördüncü, məhəl, yəni Allah Teala'nın dəyişiklik üçün bir məkan yeri yoxdur. Yəni onun üçün bir məkan olmayıb. Beşinci, şərik, Allah Teala şəriksizdir. Yəni onun bir köməkçisi yoxdur. O misilsiz və oxşarı olmayan bir zatdır. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında və Peyğəmbərdən qabaqki dövrlərdə bütpərəstlər ki var idi, onlar Allahın, insanlar o bütləri Allah Teala'nın köməkçiləri hesab edirdilər. Altıncı, məani, yəni onda olan sifətlər onun zatından ayrı bir şey deyil. Yedinci isə qəni, Allah Teala qənidir, yəni heç bir şeyə ehtiyacı yoxdur. Mən burada Allah'da olan bu sifətləri çox qısa şəkildə sizə izah etdim. Bu dediklərimin hər birinin haqqında bir neçə vərəq sözlər var. İndi isə yenə də Qul Huvallah surəsinin tərcüməsinin ardını edirəm. Allahu Səməd, yəni o Allah bütün möcüzatlardan ehtiyatsızdır. Yəni möcüzatlardan, yəni olanlardan, bütün varlıqlardan ehtiyatsızdır. Ləm yəlid və ləm yulad, yəni onun övladı yoxdur və heç kəsin də övladı deyil. Xristianlar deyərlər, İsa Ruhullah Allahın oğludur. Və ləm yəkunlahu kufuvan əhəd. Yəni onlar bu sözdə yanlış sözdə deyirdilər. Və ləm yəkunlahu kufuvan əhəd. Yəni məxluqatdan heç kəs onun misli, tayı və bərabəri deyil. Amma yadınıza sarıram ki, bu hələ birinci rəkətdir. İstəsəniz Qədir surəsini birinci rəkətdə oxuya bilərsiniz. Və ya istəsəniz Tohid surəsində oxuyarsınız. Amma hər iki rəkətdə Qədir surəsini oxumaq olmaz. Onu da deyim də, yəni bəyənilmir. Sonra Allahu Əkbər deyirsiniz. Bu sözü deyəndə əlləri qulaq bərabərinə qədər qaldıraraq bu sözü deyərək, sonra əllərini aşağı buraxandan sonra rüküya gedirsən. Yəni hər iki əlini iki qıçlarının dizdə olan bükük yerin üstünə qoyursan, yəni dizlərdə olan gözlərin üstünə qoyursan, yəni başı da aşağı əyərək düz aşağı baxa-baxa belə deyirsən. Subhanə Rabbiyəl əzimi və bihamdihi. Yəni mənim böyük pərverdigarım hər eyib və nöqsandan pak və münəzzəhdir. Bu hələ birinci rəkətdir. Və mən də ona həmd və sitayiş etməyə məşğulam. Ardıcan bir salavatda deyə bilərsiniz. Sonra rükudan qalxıb tam qəddin düzələndən sonra Allahu Əkbər deyirsiniz yenə də. Müstəhəbbidir ki, rükudan qalxanda belə deyəsən. Səmi'allahu liman həmidə. Yəni Allah Teala ona həmd-i səna edənlərin həmd-i sənasını qəbul etsin. Sonra ayağa qalxıb təzədən tam ayaq üstə düzələndən sonra gedirsiniz səcdəyə, yəni bədəninin 7 əzası yerə dəyməlidir.
alnın möhrə, hər iki əllərinin içi, hər iki əllərinin içi, bir də hər iki dizlərinin gözləri və arxa ayaqlarının baş barmaqları. Buna səcdə etmək deyilir. Yəni, insanın 7 əzası gərək yerədə, alın, iki əllərin içi, iki dizlərin içi, bir də ayaq barmaqlarının baş barmaqları üstə. Səcdədə bu zikri deyirsən. Sübhanə Rabbiyəl əla və bihamdihi. Və yenə də bir dənə salavat deyə bilərsiniz. Yəni, mənim hamıdan uca məqamlı pərverdigarım hər eyib və nöqsandan pak və münəzzəhdir. Mən də ona həmd, sitayiş etməyə məşğulam. Daha salavatın mənasını demirəm, çünki irəlidə demişəm. Sonra dizlərin üstə oturaraq Allahu Əkbər deyib, təzədən ikinci dəfə deməli səcdəyə gedirsən və səcdədə yenə də həmən sözü təkrar edirsən. Sübhanə Rabbiyəl əla və bihamdi. Yəni belə deyirsən, Sübhanə Rabbiyəl əla və bihamdi. Və yenə də ardıcan bir dənə salavat deyirsən. Yəni mənim hamıdan uca məqamlı pərverdigarım hər eyib və nöqsandan pak və münəzzəhdir. Mən də ona həmd, sitayiş etməyə məşğulam. Salavatın mənası belədir, yəni yadınıza bir də sarıram. Allahım Muhammədə və onun ailəsinə rəhmət və bərəkət göndər. Onlara dərəcə və ucalıq ver, onları xeyirlə an, yəni yada sal. Bizə də Peyğəmbər sallallahu aleyhi və səlləmin yolunu getməyi nəsib elə. Sonra səcdədən qalxıb oturaraq yenə də Allahu Əkbər deyirsən. Sonra yenə də ayağa qalxırsan. Ayağa qalxanda müstəhəbbidir ki, yəni bəyənilir, daha yaxşıdır ki, deyəsiniz bihovlillahi və qüvvəti əqumu və əqud. Yəni mütəal Allahın köməyi və havl qüvvəsi ilə oturub dururam. Yəni birinci rəkat olduğuna görə ayağa qalxırsınız. İkinci rəkat olsaydı təşəhhüdü deyəcəydiniz. Amma təşəhhüdü demədən qalxırsınız ayağa. Burada namazın bir rəkəti tamam olur. Ayağa durandan sonra namazın ikinci rəkətinə başlayırsan. Yenə də eyni ilə birinci rəkətdəki kimi belə başlayırsan. Daha mən irəlidə ərəb sözlərinin mənalarını, dediyim sözlərin tərcüməsini demirəm. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Sonra Fatiha surəsini oxuyursan, bu surənin əvvəli belə başlar. Elhamdülillahi Rabbil aləmin, Ər-Rəhmanir-Rəhim, Maliki yevmiddin. Ta Qul huvəllahı da oxuyursunuz, vələzzalinə kimi. Sonra yenə də Əuzu billahi minəşşeytanirracim. Sonra Bismillahını deyib, bu ikinci rəkat olduğu üçün Qul huvəllah surəsini oxuyursan. Ta Kufuvan Əhədə kimi. Sonra həmən halda deyirsən. Yəni kəzalikəllahu Rabbuna, yəni mənim Allahım belədir. Sonra Allahu Əkbər deyirsən. Deməli, elə ki dedin, ayağa qalxa deyirsən. Kəzalikəllahu Rabbuna, sonra Allahu Əkbər. Sonra Allahu Əkbər deyib, bu zaman əlləri qulaq bərabərinə aparırsan. Yadınızda qalsın ki, hər vaxt Allahu Əkbər deyəndə əlləri yuxarı qulaq bərabərinə belə qaldırırsınız. Allahu Əkbər dedikdən sonra əlləri tam yenidən aşağı salıb, sonra təzədən əlləri yuxarı irəli tərəf gözlərinizin bərabərinə qədər bu şəkildə uzadırsınız. Əllərin içi səmaya tərəf baxmalıdır. Baxma, daha bəzi adamlar kimi yox, elə bir kitab oxuyurlar, əllərin belə eləyirlər, belə olmaz. Kitablarda var ki, əlin içi səmaya 4 barmaq birləşib, baş barmaq ayrı olmalıdır. Yəni buna qunut deyirlər. Qunut tutub, belə ki, əllərini bir-birinin yanında qoşa tutub, baş barmaq istisna olmaqla sair barmaqlar bir-birinə yapışdırın. Qunutda hər zikri desəniz, hətta bir dəfə Sübhanallah da desən kifayətdir. Amma daha yaxşı olar ki, bu dua oxunsun. La ilahə illallahul həlimül kərim. Yəni kərəm və helm sahibi olan Allahdan başqa bir məbud, layiq olan kimsə yoxdur. La ilahə illallahul əliyyül əzim. Böyük, uca, mərtəbəli, əzəmətli olan Allahdan başqa ibadətə layiq olan bir məbud yoxdur.
Subhanallahi Rabbis semavati seb'i ve Rabbil erazine seb'i ve ma fihinne ve ma beynehunne ve Rabbil erşil azim. Yani pak ve her eyib ve noksandan pak ve münezzehdir. O Allah ki 7 kat göklerin ve 7 kat yerlerin ve onların arasında olanların ve azametli erşin perverdigarıdır. Velhamdülillahi Rabbil alemin. Hamd ve sana alemlere perveriş veren ve bütün mevcudatları terbiye eden Allah'a məxsusdur. Ardınca yine de bir salavat diyebilirsiniz. Ben şəxsən özüm qunutda bu zikri deyirəm. Rabbana atina fid dünya haseneten ve fil ahireti hasene ve qina əzabannar bir rəhmətikə ya erhamer rahimin. Yani Rabbimiz bize dünyada yaxşılıq ver, ahirette de bize yaxşılıq ver ve bizi cehennem odundan koru. Senin rahmetinle ey rahmedenlerin en rahimlisi. Sonra bir dənə salavat deyirsən. Bu sözleri ve salavatı dedikten sonra ellerinizi kulak beraberine apararak elə bir ki, əliz belədir. Salır sonra Allahu Ekber diyenden sonra Allah Ekber diyenden sonra ellerinizi tam aşağı təzədən bırakıp rüküye gedirsiniz. Yani ellerinizi dizin gözlerine koyursunuz. Rükünün neden ibaret olmasını birinci rəkətdə demişəm. Yine de rüküdə deyilmesi lazım olan sözleri deyip başınızı rüküden kaldıracaksınız. Yine de tam ayağa durandan sonra Allahu Ekber diyeceksiniz. Sonra səzdəyə gedib birinci rəkətdəki kimi eyni ilə İki səzdələri əmələ gətirəcəksiniz. Axırıncı səzdənin sözlərini deyəndən sonra bu iki rəkətli namazın, yəni sübh namazının axırıncı səzdəsi olduğu üçün səzdədə deyilən sözləri dedikdən sonra, yəni axırıncı o dördüncü səzdədə dedikdən sonra hər rəkətdə iki səzdə vardır. Müstəhəbbidir ki, bu sözləri də deyərsiniz. Bu bir duadır ve Allah Teala'dan istemektir. Ya hayral mes'uline ve ya hayral mu'tine urzukni verzuk iyalimi fezlike ve inneke zul fezlil azim. Yani ey hacet istenenlerin en yaxşısı ve ey əta edenlerin en yaxşısı. Mənə və mənim əhli əyalıma öz fəzlindən ruzu əta et. Çünki sən həqiqətən böyük fəzl və kəramət sahibisən. Sonra yenə də bir salavat deyə bilərsiniz. Səzdənin sözləri burada sona yetir. Sonra səzdədən alnınızı çəkib iki budların üstündə oturursan. Ve burada təşəhhüdü deyəcəksiniz. Yani burada her iki əlləriniz budlarınızın üstünde olmalıdır. Ve əllərin dört parmakları birbirine bitişik olmalıdır. Ve əllərinizə baxmalısınız ya da ətəyinizə. Burada yaxşı olar ki, əvvəl müstəhəb olan bu sözləri deyəsiniz. Elhamdülillah, Bismillahi ve billahi ve elhamdülillahi ve hayrul əsmai lillah. Yani həmd Allah'a məxsusdur. Allah'ın adıyla ve Allah'ın köməyi bu işi edirəm. Veya bütün həmd ona məxsusdur ve en güzel adlar ona aiddir. Bundan sonra hələ 10 oyu oturduğun halətdə təşəhhüd oxunur. Təşəhhüd isə belədir. Siz həmən kəlməni deməyə də bilərsiniz, amma əlbəttə desiniz yaxşıdır. Təşəhhüd belədir. Elhamdülillah, əşhədü ən la ilahə illallah və əhdəhu la şərikə ləh. Yani sitayiş ve hamd Allah'a məxsusdur. Şəhadət verirəm ki, Allah'dan başqa heç bir məbud pərəstişə layiq şəxs yoxdur. Və əşhədü ənə Muhammədən əbduhu və rəsuluhu. Şəhadət verirəm ki, Muhammed sallallahu aleyhi və səlləm Allah'ın bəndəsi və onun rəsulu və göndərdiyidir. Sonra salavat deyirsiniz. Sonra yani ey Xudavendi rəhmət göndər Muhammedə və onun pak əhli beytinə. Bu salavatın tərcüməsi idi dedim. Müstəhəbbidir ki, qadınlar təşəhhüdü oxuyanda hər iki dizlərini bir-birinə yəni yapıştırsınlar. Bu şəkildə yapıştırsınlar. Sonra desin. Və təqəbbəl şəfaətəhu və rifət dərəcədə. Yəni Peyğəmbərin şəfaətini qəbul et. O həzrətin dərəcəsini öz yanında uzad.
Sonra salamları deyirsiniz. Esselamu aleyke eyyühen nebiyyü ve rahmetullahi ve berekatuhu. Yani salam olsun sana ey peygamber. Allah'ın rəhmət və bərəkəti sənə olsun. Esselamu aleynə və alə ibadillahi salihin. Yani Allah tərəfindən salam biz namaz qılanlara və bütün yaxşı bəndələrə olsun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allah'ın salam, rəhmət və bərəkəti siz möminlərə olsun. Sonra bir salavat yenə də deyirsiniz. Burada sübh namazı tamam olur. Hələlik bu qədər. Gələn söhbətlərdə təəqqibatları, yəni 3-cü rəkəti, 4 rəkətli namazları, 3 rəkətli namaz olan şam namazı, 4 rəkətli namaz olan zöhr, əsr və xiftə namazı haqqında danışaram. Sonra da təəqqibatlar haqqında inşallah sizə danışacağam. Hansı zikirləri etmək və eyni zamanda onların da tərcümələrini sizə deyəcəyəm Allahın izni ilə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.